Salam, bugün Adolf Hitlerin şuralısına enirik. Adolf Hitlerin adını eşitdiyimizdə, əksəriyyətimizin yaddaşında müharibələr, qırğınlar və milyonlarla insanın tələfatı canlanır. Hitlerin kim olduğunu anlamaq üçün onu yalnız tarixi siyasi çərçivədə analiz etmək kifayət etmir. Bu seriyada Hitleri siyasi fiqur kimi deyil, psixoloji fenomen kimi izah edəcəm. Hitlerin psixoloji portretinin kökü onun uşaqlıq illərinə dayanır. Kafka kimi Hitler də uşaqlıqdan avtoritar, sərt bir ata tərəfindən yetişdirilmişdi. Hitlerin atası Alois Hitler dövlət məmuru idi və o evində davamlı sərt nəzarət tədbirləri həyata keçirirdi. Hətta tarixçilər də Hitlerin uşaqlıqda necə cəzalandırıldığı, necə sərt rejimlə tərbiyə olduğu haqqında yazırdılar. Hətta Hitlerin Mein Kampf əsərində belə o öz atası haqqında belə yazırdı ki, o sərt rejimlər tətbiq eləyir, onun rəssamlığını lağa qoyurdu. Bütün bunlar ataya qarşı açıq şəkildə olmasa da, daxilində bastırılmış və ifadə edilməyən bir aqressiya gətirib çıxarmışdı. Psixoanalizdə belə vəziyyət travmatik tərbiyə modeli adlanır və bu travmatik tərbiyə modeli avtoritar şəxsiyyətin yetişməsinə gətirib çıxardır. Freydin nəzəriyyəsinə görə, avtoritar ata ilə böyüyən uşaqlarda ambivalent münasibət formalaşır. Bu eyni anda həm heyranlıq, həm də nifrət duymağa gətirib çıxardır. Bu ziddiyyətli emosiyalar daha sonradan hakimiyyətə, liderliyə və bütün başqa proseslərə yansıyır. Bu mexanizm transpozisiya adlanır. Hitler də atasına qarşı açıq şəkildə göstərə bilmədiyi cəsarəti daha sonradan siyasətə, siyasi mübarizəyə və ideologiyaya yönəltmişdir. Freyd psixoanalizində deyirdi ki, avtoritar ata ilə böyüyən uşaqlarda iki qütb formalaşır. Onlar ya avtoritarlığa qarşı çıxırlar, ya da avtoritar atanı təkrarlayırlar. Hitler də ikinci qütbü seçmişdi və avtoritarlığı təkrarlayırdı. Hitler uşaqlıqda rəssam olmaq istəyirdi. Davamlı eskizlər çizir, rəsmlər çəkirdi. Xüsusən də memarlıq nümunələrini çəkməyə böyük marağı var idi. Amma atasının davamlı tənqidi, bunu kişi işi kimi görməməsi və bunu açıq şəkildə Hitlerə bildirməyi, onun bu istəklərini içərisində bastırmağına gətirib çıxarmışdı. Və beləliklə onun daxilində ifadə oluna bilməyən arzuları var idi. Hətta Hitler uşaqlıqda öz dostlarına deyirmiş ki, mən rəsm çəkəndə özümü çox rahat hiss edirəm. Deməli, atası onun əlindən yeganə rahat olacağı vasitəni də almışdı və beləliklə yenidən onun daxilində ataya qarşı bir nifrət formalaşmışdı. Hitler öz arzularını reallaşdıra bilmədiyi üçün artıq onda psixoloji mexanizm olan overkompensasiya formalaşmışdı. O incəsənətə olan marağını artıq başqa sahələrə yönləndirərək xilaskar olmaq, tarixi fiqur olmaq kimi ideyalarından əvəzləyirdi. Rəsm çəkməyin özü də psixologiyada sublimasiya adlanır. Yəni bir müdafiə mexanizmidir. Psixoanalizə görə sublimasiya bizim ifadə edə bilmədiyimiz arzularımızın incəsənət nümunələri vasitəsilə ifadə olunmasıdır. Yəni məni narahat edən hər hansı bir problemlər var, mən bunları dilə gətirib ifadə edə bilmirəm. Onun əvəzinə rəsmlər çəkərək özümü rahatlatmağa çalışıram. Və Hitlerdə də bu arzu uğursuz olduğu üçün onun içərisindəki narahatlıqlar yetişkin yaşına qədər içərisində yığılıb, formalaşıb, daha da kəskinləşmişdi. Və bu onun ideoloji fikirlərinə təsir edirdi. Bütün bunların işığında biz Hitlerin şəxsiyyətində üç əsas komponenti görürük. Bunlardan biri narsizmdir. O özünü yalnız lider kimi deyil, tarixin seçdiyi bir şəxs kimi adlandırırdı. Səhvlərini qəbul etmir və yalnız başqalarında günah axtarırdı. Bu isə onun narsistik xüsusiyyətlərinin göstəricisi idi. Digər bir xüsusiyyət isə paranoya idi. O davamlı olaraq özünə yeni düşmənlər formalaşdırır, xəyanətlərə məruz qaldığını deyirdi və belə bir fikir yaratmışdı ki, biz almanlar sağ xalqıq, digər xalqlar bizi məhv etmək istəyirlər. Bu isə onun paranoyak düşüncələrinin göstəricisi idi. Onun şəxsiyyətinin üçüncü xüsusiyyəti isə empatiyanın olmaması idi. Biz onun kütləvi qırğınlarda, insan tələfatlarında necə soyuqqanlı qaldığını və özünü necə haqlı gördüyünü müşahidə edə bilərik. Və beləliklə Hitlerin şəxsiyyətinin əsas üç xəttini müəyyənləşdirə bilərik. Narsizm, paranoya və empatiya çatışmazlığı. Hitler yalnız psixoloji mexanizmlərlə deyil, həm də dövrün tarixi şəraiti ilə yüksəlmişdi. Belə ki, Birinci Dünya müharibəsindən sonra Almaniyada vəziyyət o qədər ürəkaçan deyildi. Həm Versal müqaviləsinin Almaniyanın sərhədlərini sıxmağı, Almaniyada artan işsizlik, xalqın özünü alçaldılmış və qürurunun tapdalandığını hiss etməsi onlarda bir daxili aqressiya formalaşdırırdı. Və Hitler də bu aqressiyanı anladığı üçün, insanlara bunu ifadə etdiyi üçün bir xilasedici kimi görünürdü. Lakin burada bir sual meydana çıxır. Görəsən Hitler həqiqətən də öz xalqını xilas etmək istəyirdi, yoxsa sadəcə onları manipulyasiya edirdi? Bu sualın cavabı psixologiyada bir mənalıdır. O həm insanları manipulyasiya edirdi, həm də fanatik olduğu üçün öz manipulyasiyalarına inanırdı. Və bu, narsistik liderlərin ən təhlükəli formasıdır. Hitler Alman xalqının zəif nöqtələrini, gələcək qorxularını, tapdalanmış qürurlarını və identiklik problemlərini ideoloji bir kapitala çevirmiş. Və bütün bunların işığında o özünü xalqın xilaskarı kimi təqdim etmişdi. Müharibənin son illərində Hitler reallıqdan qorxmağa başlamışdı. Xəritə üzərində real olmayan tapşırıqlar verirdi, hər kəsdən şübhələnirdi. Hətta onun müharibənin son illərində əlinin şiddətli əsdiyini deyənlər də var. Berlin bunkerində keçirdiyi son dövrlər onun ömrünün ən qaranlıq dövrləri idi və beləliklə Hitler öz yaratdığı mifin içərisində boğulurdu.
Hitlerin psixoloji analizi onu göstərir ki, travmatik tərbiyə, avtoritar yetişmə forması siyasi güclə, ideoloji fikirlərlə birləşəndə nə qədər təhlükəli bir hal ala bilər. Və bütün bunları analiz etmək bizə təkcə tarixi anlamaq yox, həm də gələcəyimizi planlaşdırmaq üçün bir töhfə verir. Tarixi anlamaq gələcəkdə eyni psixoloji mexanizmlərin yaranmasının qarşısını almaqdır və bu bəşəriyyət üçün ən önəmli dərslərdən biridir.